gəlib çıxmışıq, Şabrandayıq. Bugün qardır. Gördüyünüz kimi, yəni qarın içində sürəcəyik maşını və fərqli maşınlarımız olacaq. Patrul var, M57 ilə ikinci yığılıb, sınaq üçün gəlir. Düzdür, kosmetikası tam deyil, amma maşın özü yəni hazırdır. Ondan başqa Pajerolar olacaq burada və bəzi belə deyək ki, yenində maşınlar gəlib girəcək. Yəni bu günləri tam hazırlıqlı maşından buradayıq. Yəni bura Prevedil zonası gedir, Prevedil marşrutu gedir. Heç nə, yəni tam bir maşınları təqdim eləməyəcəm. Çünki biz marşruta girmişik, amma yarıdan sonrasını geriyə dönmüşdük. Əsasən yarıdan sonrasını sizə təqdim eləyəcək. Çünki bugün tam hazırlıqlı maşınlarla girmişik. Burada da yekə-yekə qeyd edilib caps lockla, yəni məndə Rock Country'dir. Ancaq amortisator, lift kit, furjun, belə şeylər. Salam olsun ekstrem izləyicilərinə. Maşınımız Pajero 2, 3 motor benzin, 150 at gücü. Təkərlərimiz 35 inç CSD Simes protektorundan. Arxa diflokumuz var, qabaq difloku yoxdur. Avtomat korobkadır. Mexanik olsa lap yaxşı olardı. İstənilən vaxtı lazım laborator almaqdan ötəri. Avtomatdan hər şey kifayətlənmişik. Performansı da inşallah görəcəyik. Təkərlərin havasını alırıq hazırda. Yolsuzluq şəraitə girəndə daha yaxşı effekt vermək üçün təkərin havasını 1.5-1.8-ə qədər yendiririk. Gördüyünüz maşında da blokировka var, yəni dual kompresordur HF'in. Eyni arxa qabaq kompresor, yəni bloku var, diflok. Hər iki tərəf. Yəni blokировkasızlıq qaydasındadır. Hamımız haqqımızı alırlardı, gözlədik. Hə, növbəti M57 buradadır. Gördüyünüz kimi təkmilləşmiş forması oradadır. Testə gəlib. Kosmetikası olmasdan maşın sırf testə gəldiyi üçün, yəni belə deyək, tam hazır vəziyyətdədir. Təkər eyni CSD təkərlərdir. Maşın demək olar ki, belə deyək də kopyadır bir-birinin. Yəni bundan sonra testdə necə göstərəcək sözünü, yəni siz də görəcəksiniz. Yanımızda məşqlidir. Patrullar barədə fikrini almaq istəyirəm. Patrul gözəl maşındır, çox gözəl maşındır. Yəni həqiqətən mənim də xoşum gəlir. Amma sürmək üçün bir dəstəyə ehtiyacı var. Məsəl üçün bir ədəd silingər, bir ədəd elektrik, bir ədəd köməkçi. Sonra 2 nəfərə də 2 maşına da deyəsən bir dənə sürücü gəlibdir. Qırılsa elə bir keçəcək olursa maşına. Marşrutda görək də, nə var ki burada? Cavabım var. Qardaş, məşqdir də, başqa dönənəm sənin. Özü hamısı patrul həvəskarlardır. Hamısı patrul, yəni həvəsindən oturub duranlardır. Patrul xəyalından yaşayanlardır. Sən nə fikirləşsən test barədə? İnşallah test barədə çox uğurlu olacaq. Allahın köməyi ilə, yəni ümidliyəm. 100%. Çox sağ olun qardaş, var olun. Var ya, yoktu. Yok diye. Eğer ben başımdadır gelirik. Güya bunların qabaqda getməyi yaxşı deyil. Sən nədir? Sən belki videodan var, daha peşəkarsan, daha hazır. Maşının var, ona görə nə bir şey olsa dartamayasın.
bırak onu. Saltın suyu dökülür yere. Amerikans gibi içiyor. Mesela səhər öz-özünü işlər başa düşür. Amma offroad deyəndə bu maşın yada düşür. Tecrübe benim. Anadolu 2 kilometre ileri keşfiş yok. 2 kilometre sonra istediğinde çekecektir. Evet, benim daha görsen tanıyabilirim. Evet. Kabakata yine var. İçin. İşte sence buranın bak kabakta saklı. Evet, hamı hazırlıqlıdır da indi. Pajero keçdi, samı keçəcək 100%. Oyda. Bu adamdan ne zaman lazım? Bu ne zaman? Arkadan Ziyacı Aliyev, Cuma'nın yüklenip yola. Seymenler idi. Yo, indi ora məşqdə yanacaq da, buralar keçə sonra gedər yola. Arkadan Ziyacı Aliyev, Cuma'nın
Mənim qabağımda çək. Qabağa qoşmalısan sen? Ciplər haçan qabağı qoşub gedir ki? Düş aşağıdan qoş ki dağılsın bura. Heç biriniz belə gəlmədi. Mən deməyəm ki, Hamısı qıraqdan qalsız gedir. belə. Ancaq mən ona görə ilkinə Qoşdum qabağı. Ha, davay gəl ağla. Ağladı sizə. Qurban. Dayıl əmi. Maşınımın ya. Mən ağrıydım. Burada ağrıydım. Nə diyorsun? Kafa çok çekmeyin ha Asiyada. Gelmeye be. Çok. Çok gelmeyin dayanın. Şimdi istersen de bir şaşak soralım. Yok hadi gelmeyin. Çıxmadı. Bak ya devamı da sürüsün bakıyor. Çıkar. Rafa yaxşısan, yaxşı. Hadi gidelim. Salma hele. Salma hele. Dəymə. Rami ruhu bu tarafa dön. Yaxşı. Vermə, vəsə gəl. Sen yavaş. Biraz da dalalı. Ağır sen. Apskok koymuş. Bax, Aliya rahat ikiyə gördüyün Aliya. Ben geldim ahıra kimi yoksa... Abi sen gitme gözle. Gözlüğüm benim bir yerde kalkında. Ahırda bir tane pajero var.
Bunun leşinden yok. Ne zaman? Ben niye eğlendim sağ ol. Gel çıxır ha. Ha olsa gəlməyəs boş ver. Aha gəldi gəl bura. Murad hələ bir dəfə də uğurlu atış olmayıb ha. Uğuru yox, yaxın getmək. Qardaş nəyə gözləyirsiniz burada? Pajero gözləyirəm, gəlməli idi amma gedişi belə saat 11:57-dir. Bir yarım saat olar gözləyirəm. Amma belədir, həmişə gecikir. Pajero'nun gücü. Gel başlık hava verin. Granat kırıldı, granat. Qəsdən qaz vermir bizə.
Ramil gelmek istiyor. Gelsin. Gəlsin, gəlsin, dayanmayın. Gelin. Bayın da atacaq ki bax. Bu şey oldu bax.
plus gəlir. Hə. Ehtiyacın olan budur qardaş. Budur ehtiyacın olan. Bir bax. Lamba olmalı da. Ne baş verir burada? Benzin tökülür qardaşım dizel. Dizel başda beyaz. Donu açılsın diye. Solyarka süd rəngində deyə. Salyarkamızı evakuatör şoförü vurdu. Daha bilmirik hardan vurdu. Yenə də qismət. Bu kadrı izləyirsənsə, hardan vurduğumuz zəhmət olmasa qeyd eləyərsən. Cəmaət oradan vurmaz. Biləkə marşrutun son belə də 700-800 metrəsinə qədər çatmışıq. Aşağıda bir maşın sıradan çıxıb, motorun belə də iç remeni sıradan çıxıb. İndi onu qoşqunla bitər evakuasiya edib çıxardacaq ora. Qalan maşınlar da bir dənə bunda problem yarandı nasosda. Onun üçün qoşdular şu an özləri. Qalan maşınlar qaydasında davam edir. İndi marşrutu sona belə də çatdırmağa çalışırıq. Ondan sonra qərar verəcəyik hansı formada nə edək. Hələ ki izləyin. Yaxşı. Maraqlı bir biraz qabaqdan çəkərdin oradan. Gözlə. Aysi. Sen. Qabaq yoxdur. Kim? Qabaq yoxdur. Qabağın yoxdur. Sağ ol. Çak elədin qırdın səni. Nə olub ki? Gözləyir. Qabaq yoxdur abi. Arkadaki maşını açın. Bunu çəkərdin. Bunlar yetişdiyen maşını buradan çəkib çıxarlar. Bunlar xarab maşını çıxardılar. Düz aşağıda rahat. Yavaş. Yavaş abi, yavaş. Ha, diş çəksən sən. Dikkat. Rafa. Biraz daha ala. Yaxşıdır. Biraz da bərk versəydin köçüb götür babanı. Vəziyyət belədir, bu maşın motorunda problem çıxdı. İndi bunu düşünmək lazımdır. Sonra əməliyyatın birində problem çıxıb. Cavidin əməliyyatçısında. Bir də ZJ Hüseynin maşın 5.9 qranatı qırıldı. Bunu evakuasiya edəndə yükə düşdü və qranat qırıldı. İndi aşağı geriləmir. Mekanika söndüren dostumuz var. Yol sola.
Sola. Hə millət, deməli içrəməyən sıradan çıxdı Pajero'da. Pajero'nu da atmaq istəyəndə Grand'ın da qabaq qranatı sıradan çıxdı. İndi evakuasiya eləyəcək. Bir də bizdə yuxarıdakı patrolda problem var. Bəzən sönür, eləyir. İndi ona görə bir patrol buradadır, bir patrol da onu aparır. İndi bu patrol oradakı maşından birini aparıb finişə çatdırana qədər İndi görək nə olacaq. Deməli, ölü maşını gördüyünüz kimi. Bax, heç nə işləmir deyə bax gəlir belə evakuasiya edir, çıxır yoldan qırağa. İndi məcburuq ya bununla dala dartaq ki, bu da gəldi ilişdi. Gördüyünüz kimi. Hə, yukarıda bir yarımcan maşını, onun arkasında bir yarımcan maşını, yukarıdadır o. Şimdi hem maraqlıdır. Qalxlar. Aha, çəkil inşallah, durun, getir də. İşləyir də, все. Getdi bu. Ya bu çək. Bilmək olmasa. Sən gələn bir botkaya qoşacaq, sən əsmət, dur burada elə. Ya Mercedes'i. Gözlə ip göz. Tamam şimdi bulut döndü bakın ben gelsem oraya gelip gireceğim oraya. Bende de işte doğru. Ha? Bende doğru. Tamam böyle da. Söz. Aşağı bak geleceğiz. Su dolu ora. Ha. Buradan dönə biləcək. Belki kaç vurursan böyle. Burada bir dənə çox getməzsən. Yok Öz olduğuyla bir. Gələcək. Bana bak ya. Kızlar kimi başa salın. Şey elədik.